Alo. Hə müəllim. Mən üzrü işdəydim, oraya bayaqdan zənglərinizi aça bilmirəm. Uzun sözün qısası nə olub sənin başına? Qız gətirmişdin evə vermədilər pulu. Ay sağ ol, ay sağ ol. Mən demirəm ki, biz bundan WhatsApp üzərində yazışmalar eləmişik. Bu işə baxan bir firma mı var? Nədir bu işə baxan nə var ki siz? İdarə mi var, firma mı? Sadəcə olaraq nömrəsini tapmışdım bir yerdən. Hə, yəni özlərini internetdə reklam eləyən qızlardan. Nədir oranın adına nə deyirdin sən? Səhərdindən deyirdin. Nə? Oranın adına bir cürə deyirdin, bax sən. Qoy deyim sən. Eskort. Eskort nə deməkdir la qaqa? Elə gəl görüşənlərin adına ad verirlər də. Deməli sizdən nə qədər danışmışdılar eskort gəlib sizdən gecə neçə saat qalmalıydı qız sənin yanında? 2 saat üçün 120 manat. 2 saat sən özün harda işləyirsən? Mən özüm Bakıda işləyirəm. Nə işidir? Neft işidir, qaz işidir, nə işidir? Xeyr, restoran işidir. Restoran işidir. Deməli ayda nə qədər alırsan ki sən 120 manata qız gətirirsən? Mən şükür Allah lazım 1030 manat, 1050 manat kazanıram. Ay nə yaşı 1050 manat qazanırsan? 1050 manat bizim Səngərdə mayor olan, Səngərdən qırağa çıxmayan 40 yaşına kimi adamın heç akladı 800 manat deyil. Sən 1040 manat restoranda qazanırsan. Halal olsun sana qaqa, halal olsun. Yaxşı. Allah müəllim, indi 13 saat işləyirik də səhər saat 6-dan axşam saat 7-yə 8-ə kimi əziyyət çəkirik, şükür Allaha qazanırıq, min bərəkət. İndi nə qədər var? Sənin ailen var mı? Ailen var mı? Ailəlisənmi? Yox, subay oğlan ha. Neçə yaşın var ay qaqa? 23 yaşım. Əsgərlikdə oldun mu? Yox, elə bir 4 il universitet oxuyordum, ona görə saxlamışam. Bu hal-hazırda bəzi problemlərim var, ona görə saxlamışam. Nəysə bildim, nə qızı gətirdin, nətər gətirdin evə de görək. Kız geldi o şey eve size diyeyim benim kuzu keserem. Geldi neyse içeri dahil olandan sonra bana dedi ki pulumu ver. Dedim kartımı atacağım. Bu benim kartımda da size dedim ki var 130 manat. 10 manat elave pulum var. O şey buna attım bu dedi ki yok ben hiç bu planda evimde görüşürüm. Girdim buna göstermek istedim ki sen bana yazışmalarda böyle söz yazmışsın ki yani 2 saatlik bu kıymete. Bakanda gördüm benim hiç ağlımızdan geçmedik bu mesajlardan onu silip bakan dedim mesajı silip ki benim elimde sübut olmasa. Neyse dedi ki 350 manat dedim ki yokumdu. Yıldı kimlerse dedi ki kalkın yukarı. Birinci blok sağdakı bağlı. Düz qaldığım evin ünvanını verdi. Sonra başladı ki indi burada özümü şey eləyərəm, qışqırmalı eləməyə. Bir də gördüm mənim bərabər evi kirayədə qaldığım oğlan var, onun evində qalıram. Həmin bu oğlan mənə yığır ki, qaqa evdən qonşular mənə yığırlar ki, sizin evdən qız səsləri gəlir. Ucu mən özümü bu polislər gəlib mənə bəlkə çox şey edə bilməzlər. Ancaq ki özümü belə bir biabırçı vəziyyətə salmaqdan qorxduğum üçün zəngələrim iş yerindən müdürdən 200 manat borca pul götürüb bunu yola saldım. Ay qaqa. Sən indiyə kimi bir dənə qaziyə yardım eləyibsənmi? Bir dənə siyasi məhbusa yardım eləyibsənmi? Bir dənə haqqı deyən oğlana yardım eləyibsənmi? Bunu eləməyibsənsə, sən niyə görə 120 manata bazlıq eləyirsən, bir qızı 2 saatlıq gətirirsən? Düz deyirsin, Qabil müəllim, nə desəniz haqlısınız. Ay bəy, adam da adamı qayırarmı? Ay bəy, sənin o lülüşün çürüsün elə. Sənin şeyin bir daha durmasın elə. Xudavənd aləmdən Seyid adam kimi deyirəm Xudavənd, sənin o şeyin çürüsün. O boyda rayonda ailə qoyubsan. Uşaq qoyubsan, ailə var, qardaş, bacı var, atana var. 120 manatdan onlar 10 gün, 15 gün dolanarlar, sən 2 saatlıq. Ondan sonra kokili doydana. Nə desəniz haqlısınız müəllim. Sizin başınıza dönərəm, mən işdən bir 5 dəqiqəlik çörək icazə almışam, çox da vaxtım yoxdur. Yəni işlədim məsələni də belə bir sizə izah edeyim. Bir də eskort çağıracaqsan mı qız evdə bazlığa? Yox, bir də qələt. Ay, kişi də yaşadığı yerdə bazlıq eləyərmi? Düz deyirsən, Qabil müəllim, düz deyirsən. Öyrədənmədim, siz Heydər tərbiyəsi alan, İlham tərbiyəsi alan gəncliksiniz. Bazlıq eləyənmirsən İlham Əliyev kimi üzünə yapışdırırsan. Neyse sağ ol. Bir də elə eləmə, bir də elə qələt eləmə. Davay. Bu məsələni siz canlı efirdə qaldırarsınız yoxsa? Qaldırdım ucu, narahat olma. Davay. Elə? Mən o canlıya nə vaxt baxa bilərəm? Bir istəyirəm, mənim bu 120 manatı bir yanlısı geçsin. Elə indi aç Qabil Medianı aç, biraz dala çək görərsən. Sonra yüklənə video. Elə indi canlı gedir. Qabil Medianı aç, dala çək görərsən. Oldu. Uy. Ay, gör nətər gənclik var ay. Allah biabır eləsin. Ay, şeyiniz çürüsün hə sizin. Ay, məni kimi adama 100 manat vermirlər, haqqı deyək, mübarizə para. Bax, bir nə şey qoy. İcra başçısı tutulur. Ancaq düşünürlər Avropadakılar haqqı deyəcək, icra başçısını öldürməyəcəklər. Ay, iş adamı, qeyri-iş adamı, məmur, qeyri-məmur, hamının bizə işə düşür. Amma biz göt oğlu göt, kasıb 3-5 nəfərdən başqa, pensioner fəhlədən başqa. Bir dənə göt oğlu göt fikirləşmir ki, yəni imkanı olan vəzifələr, qeyri-vəzifələr, məmurun pulunu fırlayanlar. Fikirləşmir ki, bu qabilə, bu siyasi məhbuslara yardım eləyər. Haqqı deyən bulardı. Yine kanım qaraldı. Deyələmədim. Görürsün.